Qur'anda bir surə var, Nəcm surəsi, yəni ulduz. Bəhs olunan ulduz Şi'ra ulduzudur. Bizim dildə Sirius A, göy üzünün çılpaq gözlə görünən ən parlaq ulduzudur. Bu surədə ulduz kəlməsi, yəni Nəcm, cəmi bir dəfə keçir, ilk ayədə. Və nəcmi izə həvə. Bu nəcm kəlməsinin sonundan etibarən 861 hərf saysaq, ərd, yəni yer kürəsi kəlməsinin tam bitişiyinə gəlirik. Ulduz və yer kürəsi arasında 861 hərf. Bəs yer kürəsi ilə bu ulduz arasında məsafə nə qədərdir? Tam olaraq 8.61 işıq ili. Bir daha bəhs olunan ulduz kəlməsindən saymağa başlasaq, 861 hərf sonra çatacağımız nöqtə yer kəlməsidir. Bəhs olunan ulduzun özündən real həyatda yola çıxsaq, 8.61 işıq ili sonra çatacağımız nöqtə yer kürəsidir. Bitdimi? Xeyr. Nəcm surəsində Şi'ra, yəni Sirius A kəlməsi cəmi bir dəfə keçir. Keçdiyi nöqtə diqqətə layiqdir. Nəcm surəsi özü 360 kəlmədən ibarətdir. Şi'ra kəlməsi 310-cu kəlmədədir. Olduğu mövqe faiz olaraq 360-310 surənin 86.1%-də yerləşir. Bəs bizdən Şi'ra ulduzuna məsafə nə qədərdir? 8.61. Bəzi qaynaqlarda bu ədədi biraz da həssaslıqla 8.611 kimi verirdilər. Biz də 360-ın 310-a nisbətində bu həssaslığı nəzərə alaraq diqqətlə baxsaq, 360-ın 310-a nisbəti 86.11. Davam edək. Quranda bir kəlmə var. Qavseyn, iki qövs. Bu kəlmə bütün Quranda cəmi bir dəfə keçmişdir. O da Siriusla əlaqədar olan məhz bu surədə. Bəs Sirius A ilə bu Qavseyn kəlməsinin nə əlaqəsi var? Sirius A'nın bir də Sirius B adlı yoldaşı var. Sirius A və Sirius B davamlı bir-biri ətrafında qövsvari hərəkət edərək periodlarını 50 ildə tamamlayırlar. Quranda cəmi bir dəfə keçən Qavseyn, iki qövs kəlməsinin qövsvari hərəkət edən bir ulduzla əlaqədar surədə keçməsi, üstəgəl 360 kəlməlik bir surədə keçməsi, 360 Qavseyn, 360 dərəcə, iki qövs, 360 kəlməlik bir surədə keçməsi ayrıca diqqətə layiq bir işarədir. Üstəgəl, bu Şi'ra kəlməsindən surə sonuna qədər 50 kəlmə var ki, bu da Sirius ulduzlarının period müddəti olan 50 ilə zərif bir işarədir desək, hər halda yanılmış olmarıq. Bütün bu saydıqlarımın təsadüfən olmaq ehtimalı 27 milyonda birdir. Elmi dildə desək, bu 5.4 sigma dəyərindən daha yüksək bir dəyərdir və elmi metodologiyada bu qüvvətdə bir örnək təsadüf olaraq qəbul olunmur. Düşünün, əlinizdə bir torba var. Bu torbada 500 ağ, 4 qırmızı top var. Dalbadal, baxmadan 4 qırmızı topu seçə bilərsinizmi? Bu nə qədər imkansızdır. Düşünün, biri gəlir, tək-tək qırmızıları seçir. Hər dəfə heyrətiniz biraz da artacaq və bu işin təsadüfən olmadığına, mütləq arxasında bir hilə, bir bilgi olduğundan əmin olacaqsınız. Bax, bu surələrdə bu 4 kəlmə Nəcm, Şi'ra, Ərd, Qavseyn həmin 4 qırmızı toplar kimidir. Bu 4 kəlmənin olduqları mövqe real həyatda müvafiq bir məsafəyə, müvafiq bir ədədə işarə olacaq nöqtələrə yerləşdirilmişdir. Bu Nəcm surəsində Sirius ulduzunun radiusuna, səthi temperaturuna, koordinat dəyərlərinə də qüvvətli işarələr vardır. Məlumat olaraq açıqlama qisminə yerləşdirəcəm.